Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bərdədə 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Xəbər verilir ki, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcifov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından zəhərləniblər. Hər iki şəxsin meyidi məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə Bərdə morquna qaldırılıb. Tibbi müayinədən sonra aidiyyəti üzrə təhvil verilib. Allah rəhmət eləsin, əzizlərinə və yaxınlarına səbir diləyirik. Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. Xəbər verilir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Şəhər sakini 2009-cu il təvəllüdlü İlgün Əliyev bud nahiyəsinin kəsilmiş bıçaq yaraları ilə xəstəxanaya gətirilib. İlkin məlumata əsasən gənci dostu bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır. Allah şəfa versin.